bilirdinizmi? İslam və əyləncə, həqiqət nədir? Bəzi insanlar hesab edirlər ki, din ciddi bir mövzudur və onunla əyləncə arasında sərhəd qoyulmalıdır. Onların fikrincə dindar olmaq, ciddi və sakit bir həyat yaşamaq deməkdir və əyləncə bu həyat tərzinə uyğun gəlmir. İslamda həzz və əyləncə qadağan edilmir, əksinə insanın həyatında təbii bir ehtiyac kimi qəbul edilir. Ancaq bunun halal və məqbul çərçivədə olması vurğulanır. Həzz və əyləncənin ölçüsünü aşaraq günaha səbəb olması isə qadağandır. Peyğəmbər sallallahu buyurur: "Mömin kişinin ən yaxşı əyləncəsi üzgüçülük, qadınınki isə ip əyirməkdir." İslamda haram sayılan əyləncələr içki, qumar, əxlaqsız məclislər və insanı günaha aparan əyləncələrdir. Allah Maidə surəsi 90-cı ayədə belə buyurur: "Ey iman gətirənlər, şərab, qumar, bütlərə sitayiş etmək və fal oxları şeytan əməlindən olan murdarlıqlardır. Bunlardan çəkinin ki, nicat tapasınız." Bu ayə göstərir ki, əyləncə və həzz almaq icazəlidir, amma bu harama girmədən olmalıdır. Halal çərçivədə əylənən insan həm dünyada, həm axirətdə xoşbəxt olar. Həddindən artıq həzz insanı ibadətdən uzaqlaşdıra bilər. Ona görə də tarazlıq qorunmalıdır.